Xəstəlik və ya hər hansı bir səbəbdən ayaq üstə durmaq mümkün deyilsə, şəxs oturaq şəkildə namaz qıla bilər. Namazı oturarkən də qibləyə yönəlmək vacibdir. Əgər oturaq vəziyyətdə rükû edə bilirsə, əllər dizlərin üzərinə qoyularaq baş aşağı əyilir. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Əgər tam rükû mümkün deyilsə, başı cüzü əyərək Allaha təvəkkül ifadə edir. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Səcdəyə gedərkən isə alnı, burnu və əlləri yerə qoyaraq səcdə edilir. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Əgər səcdəyə getmək mümkün deyilsə, möhrü alnına yaxınlaşdırsın. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber.